İmam Həsən əleyhissalamın haqqında yazırlar. Deyir, anam dua eləyirdi, mən amin deyirdim. Deyir, amma anamın o vaxtları idi ki, anam təkəlli dua eləyirdi. Əhl-i işarələr bilir, xanımın o ağır vaxtlarında bir əli sınıq qabırğasında, bir əli də duada idi. Deyir, anam bəzi dualar elədi, mən amin dedim. Amma deyir, bir yerə gəldi, çatdı, bir dua elədi, mən anamın duasına amin deyə bilmədim. Deyir, anam qonşuları, qohumları, ümməti dua elədi. Sonda belə bir dua elədi, Allahümmə əccil vəfati səriyah. Allah, mənim ölümümü tezləşdir. Allah, daha dözə bilmirəm. Allah, daha taqətim yoxdur. Analarım daha yaxşı bilər. Ananın başına hər nə müsibət gəlsə, deyər, qurban olsun balalarıma. Nə əziyyət olsa, deyər, qurban olsun oğluma, qızıma, övladıma. Amma təsəvvür eləyin, ay Əlinin o qeyrətli şiələri, ay xanım Zəhranın o iffətli, ismətli davamçıları. 18 yaşında bir cavan gəlin, 4 də övladı, İmam Həsən, İmam Hüseyin, Zeynəb və Gülsüm. 4 balası olan anaya görün nə qədər əziyyətlər eləyiblər ki, deyir, Allah, daha dözənmirəm, ölümümü tezləşdir. İmam Həsən əleyhissalam deyir, anamın bu duasına mən amin deyə bilmədim. Necə deyim, Allah, anamı apar, bizdən al.